dəfə də yolumuz Kəlbəcərin başı bəlalı Başlıbel kəndinədir. O yerə ki, fərdi yaşayış evlərindən 3 kilometr aralıda yerləşir. Səfər edənlər isə illər öncə buradan qopan bir həyatın, yarımçıq qalan bir hekayənin ardınca gələn şəhid ailələridir. Ürəklərində nisgil, əllərində qərənfil, başlarına gətirilən müsibəti xatırlayır. Yaxınlarının qəbirlərini ziyarət edir, ruhlarına dua xuyurlar. Anam girov apardılar, girov düşmüşdülər. Hamısına deyotardı, o qayada öldürdülər. Aradan 30 ildən çox vaxt keçsə də bu dağların yaddaşı silinməyib. İndi bu torpaqlar öz şəhidlərini tanıyır. Şəhidlərin doğmaları, yaxınları isə illər boyu ürəklərində saxladığı həsrətin niskili burada, Başlıbeldə bölüşə bilirlər. Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2000-ə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilib. Onlar düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar və burada cəmi 18 gün gizli yaşaya biliblər. İlk güllədə mən yaralandım. Əmoğlu İsmət yaralandı. Yəni sonra döyüş getdikcə şiddətləndi. Və nəhayət demək bir neçə saat davam edəndən sonra bir gözəl hava idi. İnandırım sizə bir gözəl, bax, eynilə indiki kimi gözəl bir hava idi. Amma qəfildən hava Allahın bir möcüzəsi kimi çovğun, qar, qiyamət başladı və yoldaşlardan bir neçəsi Kahanı tərk eləməyə müvəffəq oldu, yanı çıxdılar. Artıq biz Kahanı tərk eləməyə istəyəndə ikinci cəhddə ermənilər yenə başladılar o tay-bu-tay atmağa. Yamadı, başdakı atamın qəbridir. Ondan sonra qardaşımın Surxay, Əmir Əliyev Surxay, Əmir Əliyev Çingiz, Əmir Əliyeva Agün. Bunlar mənim şəhid qardaş bacımdır, atamdır. Dördün də burada ermənilər yuxarıda kahada hamısını qırıblar. Anamı girov götürmüşdülər. Gəlinimizin birinin qucağında, yaş yarımında uşağına girov götürmüşdülər. Sağ qalanlar 113 gün dağlara çəkilərək yaşamla ölüm arasında mübarizə aparıblar. Çox çətinlik, çox əzab-əziyyət və ən əsası yalnızdakı o qadınların, o uşaqların, o qocaların, o yaşlıların o qayğısını çəkmək, onları acıqı ilə təmin etmək, yəni elə də asan bir məsələ deyildi. Bir tərəfdən erməni qarət edib daşıyır, bir tərəfdən biz öz evimizə belə deyək, bəlkə də oğruq deyək ki, oğruq edib özümüzdən oğruq edib acıqanı daşıyıb gətiririk ki, cəmaəti bu uşaqları bir səhər acından qoymaq. Mənim qaynım uşaqlardır bunlar. Qaynım da mənim mamam oğludur. Öz mamam oğluna getmişim. Onlar da qaynlarım ölüb gələ qalan yoldaşlar dedik qalan mənəm. Dedim elə mənə apar ziyarət edeyim. Mənim oğlum qazanış maşını vardı. Gəldi əmisinə dedi ki, əmi avtomatı çıxdı ki, səni öldürəcəm. Neynədim, bilmədim maşına. O balaca qıcadı əmisini götürdü, bir də özümüzü götürdü. Biz də gəldik, belə çox atışmaya düşmüşük. Özümüz çox atışmaya düşmüşük. Neçə gecələrlə o Muray yolu qalmışıq o düzlərdə. Qalan insanlar qaçıb gizlənə bilib. 113 gündən sonra, mühasirədə qalandan sonra gizli yollarla, gecə yollarından Daşkəsən ərazisinə keçə bilmişdilər. Ancaq bu niskil, bu yara təbii ki, bizim bütün Azərbaycan xalqında olduğu kimi bizim kəndin də cəmaatında bir yara kimi qalıbdır. Bir intiqam hissi ilə biz yaşayırıq. Düzdür, bugün bizi sevindirir ki, o erməni vandallarının başçıları bugün Bakıda müttəhəm qarşısındadılar. Qeyd edək ki, 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin bastırıldığı kütləvi məzarlıq aşkarlanıb. Vurğun Mədətov, Maya Sabir qızı, Namiq Ağayev, İTV Xəbər, Kəlbəcər.